Hər hansı bir pasiyent öz prostat vəzisində hər hansı bir narahatçılıqdan şikayəti olduqda hər hansı bir həkimdən və ya aptekdən və ya tanışından və ya dostundan prostat vəzinin müalicəsi üçün dərman adı istəyir və ya dərman istəyir. Əziz dostlar, biləsiniz ki, prostat vəzinin iltihab xəstəlikləri müxtəlifdir. Onlar müxtəlif faktorlardan qaynaqlanır. Məsələn, prostat vəzinin iltihabı infeksiyon ola bilər, qeyri-infeksiyon ola bilər. İnfeksiyon olduğu halda infeksiyaların növlərinə görə o dəyişir. Ona görə siz biləsiniz ki, prostat vəzinin müalicəsi üçün hər hansı bir dərman adı düzgün bir şey deyil. İnanın ki, belə bir dərman adı olsaydı, prostat vəzinin müalicəsi üçün ideal bir dərman adı olsaydı, siz artıq bunu bilərdiniz və bu hər yerdə olardı və həmin dərman da prostat vəzinin müalicəsində istifadə olunardı. Bunun səbəbi prostat vəzinin müalicəsinin çətin olması və infeksiyon faktorun və ya qeyri-infeksiyon faktorun dəqiq araşdırılıb üzə çıxarılmasıdır. Ona görə sizin prostat vəzininizdə problem olduqda siz düzgün istiqamət odur ki, öz həkiminizə gedib prostat vəzi iltihabının nədən qaynaqlanmasını bilməkdir. Bunu bildikdən sonra müalicə infeksiyon və ya qeyri-infeksiyon və ya xroniki çanaq ağrı sindromu və ya prostat vəzi fonunda, prostat vəzi iltihabı fonunda yaranmış cinsi problemlərin müalicəsi daha dəqiq və daha düzgün aparılacaq. Heç bir xəstəliyin müalicəsində tək dərman adı olmur. Ona görə siz bilməlisiniz ki, prostat vəzinin müalicəsi ümumiyyətlə çətin müalicə olunan bir orqandır, amma müalicə olunur. Kəskin və xroniki prostatit həmçinin müalicə olunur. Sadəcə vaxtında düzgün, kompleks müalicə aparmaq lazımdır.